Moskva vilayətinin Leninski rayonunda Vidnaya Zastava restoranının yaxınlığında Azərbaycandan olan kriminal qruplar arasında qanla bitən razborka olub. Axar Az Musavat.com-la istinadən xəbər verir ki, hadisənin bir neçə gün əvvəl baş verdiyi deyilir. Məlumata görə, kriminal aləmdə daha çox Rufo Gencinski kimi tanınan 42 yaşlı qanuni oğru Ülfət Tağıyev, Dato Ağcabədinski kimi tanınan 38 yaşlı qanuni oğru Cavid Məmmədovla razborka edib. Onların hər ikisinin yanında öz adamları olub. Mübahisə sonradan silahlı atışmaya çevrilib, nəticədə bir Azərbaycanlı öldürülüb, biri isə çiynindən yaralanıb. İddiaya görə Rufo Gencinski narkotikin güclü təsiri altında olub. Belə ki, əməliyyatçıların suallarını cavablandırarkən qeyri-adekvat olub. Eyni zamanda ondan qanuni oğru olub olmaması barədə soruşulduqda tərəddüd etmədən oğru statusunu təsdiqləyib. Bununla belə Azərbaycanlı qanuni oğru haqda sərt tədbir görülməyib.